Peyğəmbər sallallahu aleyhi və səlləmin xüsusiyyətləri. Əzəmətli və uca Allah Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləmə bir sıra fəzilət və xüsusiyyətlər əta etməklə onu digər peyğəmbərlərdən və insanlardan üstün etmişdir. Bu xüsusiyyətlərdən bəziləri aşağıdakılardır. 1. Onun şəriəti bütün insanlar və cinlər üçündür və hamı onun risaləsinə tabi olaraq ona riayət etməlidir. Uca Allah buyurur: Biz səni bütün insanlara müjdə verən və xəbərdarlıq edən bir peyğəmbər kimi göndərdik. Lakin insanların çoxu bunu bilmir. Səba surəsi 28-ci ayə. Həmçinin buyurur: Aləmləri xəbərdar etməsindən ötürü öz quluna Furqanı nazil edən Allah necə də xeyirxahdır. Əl-Furqan surəsi 1-ci ayə. İbn Abbas demişdir: Burada aləmlər deyildikdə insanlar və cinlər nəzərdə tutulur. Əbu Hüreyrə Allah ondan razı olsun, Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyini rivayət etmişdir. Mən 6 xüsusiyyətlə digər peyğəmbərlərdən üstünəm. Mənə hikmətli ifadələr verilib, düşmənin qəlbinə qorxu salmaqla mənə qələbə verilib, qənimətlər mənə halal olunub, bütün yer üzəri mənə pak səcdəgah buyurulub, mən bütün məxluqata göndərilmişəm və mənimlə peyğəmbərliyə möhür vurulub. İmam Müslim səhih əsərində Əbu Hüreyrədən, Allah ondan razı olsun, Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyini rəvayət etmişdir. Muhammedin canı əlində olan Allaha and olsun ki, bu ümmətdən hər hansı bir yəhudi və ya xristiyan mənim barəmdə eşidib, sonra da mənimlə göndərilənə iman gətirmədiyi halda ölərsə, mütləq cəhənnəm əhlindən olar. 2. Ayə və hədislərdə göstərildiyi kimi, o, peyğəmbərlərin və elçilərinin sonuncusudur. Uca Allah buyurur: Məhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin o, Allahın elçisi və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi bilir. Əl-Əhzab surəsi 40-cı ayə. Buxari və Müslim, Əbu Hüreyrədən, Allah ondan razı olsun, Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyini rəvayət etmişlər. Mənim və əvvəlki peyğəmbərlərin məsəli, gözəl və heyrətamiz bir ev tikmiş, lakin kərpicinin birini qoymamış bir kimsənin məsəlinə bənzəyir. Cəmaat bu evin yan yörəsindən keçir, ona təəccüb edir və deyirlər: Nə üçün bura bir kərpic qoyulmayıb? Sonra Peyğəmbər sallallahu aleyhi və səlləm davam edib dedi: O kərpic mənəm və mən peyğəmbərlərin sonuncusuyam. Bütün bu sadalanan dəlillərə əsaslanaraq, sələflər və onlardan sonra gələnlər də bu mövqedə olmuş və ondan sonra peyğəmbərlik iddia edən hər kəsin kafir olduğunu, ha belə bunda israrlı olarsa öldürülməli olduğunu bildirmişlər. Əl-Əlusi demişdir: Muhammedin sallallahu aleyhi və səlləmin peyğəmbərlərin sonuncusu olması Quranda xəbər verilmiş, sünnə ilə təsdiqlənmiş, ümmət tərəfindən yekdilliklə qəbul olunmuşdur. Odur ki, bunun əksini iddia edən hər kəs təkfir olunmalı, bunda israrlı olanlar isə qətlə yetirilməlidir. 3. Uca Allah Peyğəmbərə sallallahu aleyhi və səlləmə möcüzələrin ən əzəmətlisi olan, bütün təhriflərdən qorunan və Allah diləyənədək insanların arasında qalacaq Quran-ı Kərimi bəxş etmişdir. Uca Allah buyurur: De, əgər insanlar və cinlər bu Qurana bənzər bir şey gətirmək üçün bir yerə toplaşıb, bir-birinə kömək etsələr belə, ona bənzərini gətirə bilməzlər. Əl-İsra surəsi 88-ci ayə. Həmçinin buyurur: Onlara oxunan kitabı sənə nazil etməyimiz onlar üçün kifayət deyilmi? Həqiqətən bunda iman gətirən adamlar üçün mərhəmət və ibrət vardır. Əl-Ənkabut surəsi 51-ci ayə. Buxari və Müslimin səhih əsərlərində Əbu Hüreyrədən, Allah ondan razı olsun, Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyi rəvayət olunur. Peyğəmbərlərin hər birinə insanı imana gətirəcək möcüzə göstərmək qüdrəti verilmişdir. Mənə isə Allahın nazil etdiyi vəhiy bəxş edilmişdir. Ümid edirəm ki, qiyamət günü mənim ardıcıllarım onların hamısından çox olacaq. 4. Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin ümməti ən xeyirli ümmət və cənnət əhlinin əksəriyyətini təşkil edirlər. Uca Allah buyurur: Siz insanlar üçün üzə çıxarılmış ən xeyirli ümmətsiniz. Ali İmran surəsi 110-cu ayə. Muaviyə İbni Heydə Əl-Quşeyri, Peyğəmbərin sallallahu aleyhi və səlləmin yuxarıdakı siz insanlar üçün üzə çıxarılmış ən xeyirli ümmətisiniz ayəsi barədə belə buyurduğunu eşitmişdir. Siz 70 ümmətin sonuncusu olmanıza rəğmən Allah yanında onların ən xeyirlisi və ən şərəflisisiniz.
Buxari və Müslimin səhih əsərlərində Abdullah ibn Məsudun, Allah ondan razı olsun, belə dediyi rəvayət olunur. Bir dəfə biz Peyğəmbərlə birlikdə bir qübbədə idik. O, sallallahu aleyhi və səlləm dedi, cənnət əhlinin 1/4 olmanıza razısınızmı? Biz, bəli deyə cavab verdik. Sonra o dedi, cənnət əhlinin 3/1 olmanıza razı olarsınızmı? Biz, bəli deyə cavab verdik. O yenə dedi, cənnət əhlinin yarısı olmanıza razı olarsınızmı? Biz yenə, bəli deyə cavab verdik. O dedi, Muhammedin canı əlində olan Allaha and olsun ki, mən sizin cənnət əhlinin yarısını təşkil edəcəyinizə ümid edirəm. Belə ki, cənnətə yalnız müsəlman olanlar daxil olacaqlar. Sizinlə şirk əhlinin misalı, qara öküzün tükləri arasında bir ağ tük kimi və ya ağ öküzün tükləri arasında qara tük kimidir. 5. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm qiyamət günü Adəm övladının ən hörmətlisi olacaqdır. Əbu Hüreyrə, Allah ondan razı olsun, Peyğəmbərin sallallahu aleyhi və səlləmin belə dediyini rəvayət etmişdir. Mən qiyamət günü Adəm övladının ən hörmətlisi, qəbri hamınınkindən qabaq açılan, ən birinci şəfaət diləyən və şəfaətçilik edənəm. 6. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm əzəmətli şəfaət sahibi olacaqdır. Bu o vaxt baş verəcək ki, insanlar peyğəmbərlərə bir-bir müraciət edəcək və onlardan şəfaət diləyəcəklər. Onların hamısı isə bundan boyun qaçıracaqdır. Tərifə layiq məqam da məhz budur. Uca Allah buyurur, ola bilsin ki, buna görə Rəbbin səni tərifə layiq bir məqama yüksəltsin. Əl-İsra surəsi 79-cu ayə. Bir çox sahabə və tabiinlər, o cümlədən Hüzeyfə, Salman, Ənəs, Əbu Hüreyrə, İbn Məsud, Cabir ibn Abdullah, İbn Abbas, Mücahid, Qatədə və başqaları buradakı tərifə layiq məqamın şəfaət olduğunu bildirmişlər. Qatədə demişdir, elm əhli tərifə layiq məqamın onun şəfaətçi olması qənaətində olmuşlar. Sünnədə Peyğəmbərin sallallahu aleyhi və səlləmin şəfaətçi olması barədə bir çox dəlillər vardır. Onlardan biri də şəfaətçilik barədə rəvayət olunmuş uzun hədisdir. Buxari və Müslimin səhih əsərlərində Əbu Hüreyrədən, Allah ondan razı olsun, rəvayət olunan həmin hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm Adəmin, sonra Nuhun, sonra İbrahimin, sonra Musanın, sonra da İsa'nın şəfaətdən üzrxahlıq edəcəklərini və mən buna layiq deyiləm deyəcəklərini bildirmiş və demişdir. Sonra onlar mənim yanıma gələcəklər. Mən Rəbbimdən izin istəyəcəyəm və mənə izin veriləcəkdir. Mən Rəbbimi gördükdə ona səcdə edəcəyəm. O da məni bir müddət beləcə tərk etdikdən sonra buyuracaq. Ey Muhammed, başını qaldır, danış, sənə qulaq asılacaq, istə, sənə istədiyin veriləcək. Havadarlıq et, havadarlığın qəbul olunacaq. Sonra Allah mənə indi bilmədiyim həmd sənaları təlqin edəcək və mən o həmd sənalarla ona təriflər deyəcəyəm və bundan sonra şəfaətçilik edəcəyəm. 7. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm həmd bayrağını daşıyacaq. Bu, həqiqi bayraqdır ki, qiyamət günü onu ancaq Peyğəmbərimiz sallallahu aleyhi və səlləm daşıyacaqdır. Allah bu xüsusiyyəti ona yalnız ona görə nəsib etmişdir ki, o Allahı heç kimin tərif etmədiyi şəkildə həmd səna ilə tərif etmişdir. Bunu bəzi elm əhli də bildirmişdir. Sünnədə də bu əzəmətli xüsusiyyətə dair dəlillər vardır. Əbu Səid el-Xudri, Allah ondan razı olsun, Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyi rəvayət etmişdir. Qiyamət günü mən Adəm övladlarının seyyidi olacağam və əlimdə həmd bayrağı olacaqdır. Lakin mən bununla lovğalıq etmirəm. Həmin gün Adəmdən bəri bütün peyğəmbərlər mənim bayrağımın altında duracaqlar və qiyamət günü yer ən birinci mənim üçün yarılacaqdır. Lakin mən bununla lovğalıq etmirəm. 8. Peyğəmbər sallallahu aleyhi və səlləm cənnətdə uca bir dərəcə olan və yalnız bir nəfərə verilən vəsilənin sahibidir. Qeyd edək ki, vəsilə cənnətin ən uca yeridir. Abdullah ibn Amr ibn Asdan, Allah ondan razı olsun, Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyi rəvayət olunur.
Müəzzinin azan verdiyini eşitdiyiniz zaman onun dediklərini təkrar edin. Sonra mənə salavat oxuyun. Hər kim mənə bir salavat oxuyarsa, Allah ona bunun sayəsində onunu yetirər. Sonra Allahdan mənim üçün vasitəçilik haqqı diləyin. Çünki vasitəçilik cənnətdə Allahın qullarından yalnız birinə məxsus olan bir məqamdır. Ümid edirəm ki, o qul mənəm. Hər kim mənim üçün Allahdan vasitəçilik haqqı diləyərsə, şəfaətimə nail olar. Peyğəmbər sallallahu aleyhi və səlləm bu kimi bir çox xüsusiyyətlərə və üstünlüklərə malikdir ki, bu da onun həm bu dünyada, həm də axirətdə Rəbbi yanında uca məqamda və yüksək dərəcədə olduğunu göstərir. İkinci, Peyğəmbərin sallallahu aleyhi və səlləmin ümməti üzərindəki hüquqları. Peyğəmbərin sallallahu aleyhi və səlləmin öz ümməti üzərində bir çox hüquqları vardır ki, bunlardan bəzilərini artıq əvvəldə xatırlatmışıq. İndi isə həmin hüquqlardan yalnız Peyğəmbərin sallallahu aleyhi və səlləmin özünə aid olanları nəzərinizə çatdırırıq. 1. Onun peyğəmbərliyinə qətiyyətlə iman gətirmək və onun şəriətinin bütün digər şəriətləri nəsx etməsinə etiqad etmək. Bunun üçün də onun dediklərini təsdiq etmək, onun qadağan etdiyi şeylərdən uzaqlaşmaq və Allaha yalnız onun buyurduğu şəkildə ibadət etmək lazımdır. Quran və sünnədə bunu təsdiqləyən bir çox dəlillər vardır. Uca Allah buyurur, elə isə Allaha, onun elçisinə və nazil etdiyimiz nura, Qurana iman gətirin. Ət-Təğabun surəsi 8-ci ayə. Həmçinin buyurur, elə isə Allaha və onun elçisinə yazıb oxumaq bilməyən, həm də Allaha və onun kəlmələrinə inanan Peyğəmbərə iman gətirin. Onun ardınca gedin ki, bəlkə doğru yola yönələsiniz. Əl-Əraf surəsi 158-ci ayə. O həmçinin buyurur, Peyğəmbər sizə nə verirsə, onu götürün. Nəyi də qadağan edirsə, ondan çəkinin. Əl-Həşr surəsi 7-ci ayə. İbn Ömər, Allah ondan razı olsun, Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyini rəvayət etmişdir. İnsanlar Allahdan başqa ibadətə haqqı olan məbudun olmadığına və Muhammedin onun elçisi olduğuna şəhadət gətirməyincə, namaz qılıb zəkat verməyincə, onlarla vuruşmaq mənə əmr edildi. Əgər aşkarda bunu yerinə yetirsələr, İslam haqqı, yəni cinayətə görə veriləcək cəza, istisna olmaqla canlarını və mallarını məndən qorumuş olarlar. Onların gizli əməllərinin haqq hesabı isə Allaha aiddir. 2. Peyğəmbərin sallallahu aleyhi və səlləmin risaləti təbliğ etməsinə, əmanəti ümmətə çatdırmasına, habelə ümmətinə nəsihət etməsinə iman gətirmək lazımdır. Elə bir xeyirli əməl yoxdur ki, o ümmətinə onu göstərmiş olmasın. Həmçinin elə bir zərərli şey yoxdur ki, onu ümmətinə xəbər verib onları ondan çəkindirməsin. Uca Allah buyurur, bugün dininizi sizin üçün kamil etdim. Sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim. Əl-Maidə surəsi 3-cü ayə. Əbu Dərdə, Allah ondan razı olsun, Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyini rəvayət etmişdir. Allaha and olsun ki, sizlərə gecəsi gündüzündən fərqlənməyən ağappaq, aydın bir yol qoyub gedirəm. Peyğəmbər sallallahu aleyhi və səlləmin ümmətinə hər şeyi çatdırmasına çox sayda səhabələr də şahidlik etmişlər. Belə ki, vida həcci zamanı Peyğəmbər sallallahu aleyhi və səlləm xütbə verərkən insanlara vacib buyurulanları və haram olanları xatırladaraq, onları Allahın kitabına tərəf çağırmış, sonra da belə buyurmuşdur. Sizdən mənim barəmdə soruşacaqlar. Nə cavab verəcəksiniz? Səhabələr dedilər. Şahidlik edəcəyik ki, sən həqiqətən bu dini təbliğ etdin, öz missiyanı yerinə yetirdin və ümmətinə nəsihət etdin. Onda Peyğəmbər sallallahu aleyhi və səlləm şəhadət barmağını göyə qaldırıb, insanlara tərəf işarə edərək dedi, Allahım şahid ol, Allahım şahid ol, Allahım şahid ol. Əbu Zər, Allah ondan razı olsun demişdir. Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləm bizə hər şey haqqında, hətta göydə qanad çalan quş barəsində belə bir elm qoyub getmişdi. Bu xüsusda sələflərdən bir çox dəlillər vardır. 3. Peyğəmbəri sallallahu aleyhi və səlləm Allahdan başqa hamıdan, hətta özündən belə çox sevmək. Sözsüz ki, bütün peyğəmbərləri sevmək bizə vacibdir.
Lakin Peyğəmbərimiz Muhammədi sallallahu aleyhi və səlləmi xüsusilə sevməliyik. Gərək insanlar Peyğəmbəri sallallahu aleyhi və səlləmi bütün insanlardan, övladlarından, yaxınlarından, hətta özlərindən belə çox sevsinlər. Uca Allah buyurur, de, əgər atalarınız, oğullarınız, qardaşlarınız, zövcələriniz, yaxın qohumlarınız, qazandığınız mallar, iflasa uğramasından qorxduğunuz alış-verişiniz və bəyəndiyiniz məskənlər sizə Allahdan, onun elçisindən və onun yolunda cihaddan daha əzizdirsə, Allah öz əmrini verincəyə qədər gözləyin. Allah günahkarları doğru yola yönəltməz. Ət-Tövbə surəsi 24-cü ayə. Uca Allah özünə olan sevgini, Peyğəmbərin sallallahu aleyhi və səlləmin sevgisi ilə birgə qeyd edərək, malını, yaxınlarını və övladlarını Allah və onun rəsulundan daha çox sevənləri hədələyərək buyurur. Allah öz əmrini verincəyə qədər gözləyin. Ət-Tövbə surəsi 24-cü ayə. Buxari və Müslimin səhih əsərlərində Ənəsdən, Allah ondan razı olsun, Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyi rəvayət olunur. Sizdən biriniz məni valideynindən, övladından və bütün insanlardan çox istəməyincə iman gətirmiş olmaz. Ömərdən, Allah ondan razı olsun, rəvayət olunur ki, bir dəfə o, Peyğəmbərə sallallahu aleyhi və səlləmə dedi, Ya Rasulallah, mən səni özümdən savayı hamıdan çox sevirəm. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu, Xeyr, canım əlində olan Allaha and olsun ki, sən məni özündən də çox sevməlisən. Ömər dedi, Vallahi ki, indi mən səni hamıdan, hətta özümdən də çox sevirəm. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu, Bax, indi, ey Ömər, yəni, sən vacib buyurulanları yerinə yetirdin. 4. Peyğəmbərə sallallahu aleyhi və səlləmə ehtiram göstərmək və hörmətlə yanaşmaq. Bu da Allahın öz kitabında vacib buyurduğu, hər bir müsəlmanın üzərinə düşən Peyğəmbərin sallallahu aleyhi və səlləmin haqlarındandır. Uca Allah buyurur, biz belə etdik ki, siz Allaha və onun elçisinə iman gətirəsiniz, ona kömək edəsiniz, onun hörmətini saxlayasınız. Əl-Fəth surəsi 9-cu ayə. Həmçinin buyurur, ona iman gətirən, onu dəstəkləyən, ona kömək edən və onunla göndərilmiş nurun ardınca gedənlər isə nicət tapanlardır. Əl-Əraf surəsi 157-ci ayə. İbn Abbas demişdir, dəstəkləyən, yəni ehtiram göstərən və kömək edən. Qatadə demişdir, dəstəkləyən, yəni yardım edən, ehtiram göstərən. Uca Allah onun rəhbər kimi qəbul olunmasını buyurmuşdu. Uca Allah buyurur, ey iman gətirənlər, heç bir şeydə Allahı və onun elçisini qabaqlamayın. Əl-Hucurat surəsi 1-ci ayə. Həmçinin buyurur, Peyğəmbəri öz aranızda bir-birinizi çağırdığınız kimi çağırmayın. Ən-Nur surəsi 63-cü ayə. Mücahid demişdir, Allah bu ayədə müsəlmanlara Peyğəmbəri sallallahu aleyhi və səlləmi mülayim və müti şəkildə ey Allahın rəsulu deyə çağırmağı buyurur və onlara qaşqabaqlı olduqları halda onu ey Muhammed deyə çağırmamağı əmr edir. Sahabələr Peyğəmbərə sallallahu aleyhi və səlləmə ehtiram göstərməkdə insanlara nümunə olmuşlar. Usəmə ibn Şərik, Allah ondan razı olsun, demişdir. Mən Peyğəmbərin sallallahu aleyhi və səlləmin yanına gəldikdə, sahabələr onun ətrafında sanki başlarının üstündə quş oturmuş kimi əyləşmişdilər. Peyğəmbərin sallallahu aleyhi və səlləmin sağlığında ikən ona ehtiram göstərildiyi kimi ölümündən sonra da ehtiram göstərilməlidir. Qazi İyad demişdir. Bil ki, Peyğəmbərə sallallahu aleyhi və səlləmə sağlığında ikən ehtiram göstərildiyi kimi ölümündən sonra da ehtiram göstərilməlidir. Peyğəmbərə sallallahu aleyhi və səlləmə onun adı çəkildikdə, onun hədislərini və sünnədə varid olanları yada saldıqda, onun adı və həyat tərzi barədə eşitdikdə ehtiram göstərilməlidir. Habelə onun ailəsinə və onların nəslinə, əhl-i beytinə və sahabələrinə də ehtiram göstərilməlidir. 5. Allahın buyurduğu kimi Peyğəmbərə sallallahu aleyhi və səlləmə salavat və salam oxumaq. Üstəlik bunu tez-tez təkrarlamaq gərəkdir. Uca Allah buyurur, həqiqətən də Allah və onun mələkləri Peyğəmbərə xeyir-dua verirlər. Ey iman gətirənlər, siz də ona xeyir-dua verib, onu kamil ədəb-ərkanla salamlayın. Əl-Əhzab surəsi 56-cı ayə. Əl-Mübərrid demişdir. Əslində salavat diləmək, rəhmət diləmək anlamındadır. Allahın salavatı rəhmət, mələklərin salavatı isə
Allahdan onun üçün rəhmət diləmək mənasındadır. Abdullah ibn Amr ibn As, Allah ondan razı olsun, Peyğəmbərin sallallahu aleyhi və səlləmin belə dediyini rəvayət etmişdir. Hər kim mənə bir salavat oxuyarsa, Allah ona bunun sayəsində onunu yetirər. Əli radiyallahu anhu, Peyğəmbərin sallallahu aleyhi və səlləmin belə dediyini rəvayət etmişdir. Paxıl o kimsədir ki, yanında mənim adım çəkildikdə mənə salavat gətirmir. Bütün Peyğəmbərlərə salavat demək lazım olduğu halda, öncə qeyd etdiyimiz kimi, Peyğəmbərimizə sallallahu aleyhi və səlləmə salavat demək xüsusi olaraq vacib hesab olunur və bu, qeyd etdiyimiz hüquqlardan biridir. Alimlər Peyğəmbərə sallallahu aleyhi və səlləmə salavat deməyi vacib hesab etmiş, hətta bəziləri bu barədə alimlərin yekdil rəydə olduğunu bildirmişlər. Qazi İyad demişdir, bil ki, Peyğəmbərə sallallahu aleyhi və səlləmə salavat demək vacibdir və bunun üçün xüsusi bir vaxtın təyin edilməsinə də gərək yoxdur. Çünki Uca Allah bunu bizə belə əmr etmişdir. İmamlar və alimlər də yekdilliklə bunu vacib saymışlar. 6. Peyğəmbərin sallallahu aleyhi və səlləmin şanlı fəzilətləri, dəyərli xüsusiyyətləri və yüksək dərəcələri barədə varid olan bütün mötəbər rəvayətləri təsdiq etmək gərəkdir. Bu haqda artıq bu fəsilin əvvəlində danışmışdıq. Hər bir müsəlman bunu təsdiqləməli, Peyğəmbəri sallallahu aleyhi və səlləmi tərif etməli və bunları insanlar arasında yaymalıdır. Həmçinin bunları azyaşlı uşaqlara öyrədərək onu sevdirməli, şənini uca tutmalı və Rəbbi yanında hansı məqama sahib olduğunu uşaqların qəlbinə salmalıdır. 7. Peyğəmbərə sallallahu aleyhi və səlləmə olan münasibətdə ifrata varmamaq və bundan uzaq olmaq. Çünki bu münasibət həqiqi mənada ona əziyyət verir. Uca Allah öz Peyğəmbərinə sallallahu aleyhi və səlləmə ümmətinə belə müraciət etməyi buyurur. De, mən də sizin kimi bir insanam. Mənə vəhy olunur ki, sizin məbudunuz tək olan ilahdır. Kim Rəbbi ilə qarşılaşacağına ümid bəsləyirsə, yaxşı işlər görsün və yerinə yetirdiyi ibadətlərində Rəbbinə heç kəsi şərik qoşmasın. Əl-Kəhf surəsi 110-cu ayə. O həmçinin buyurur, de, mən sizə demirəm ki, Allahın xəzinələri mənim yanımdadır. Mən qeybi də bilmirəm. Mən sizə demirəm ki, mən mələyəm. Mən yalnız mənə vəhy olunana tabi oluram. Əl-Ənam surəsi 50-ci ayə. Bu minvalla Rəbbimiz Peyğəmbərin sallallahu aleyhi və səlləmin Allah tərəfindən göndərildiyini, Rəbb və ya mələk olmadığını, sadəcə Allahın buyurduqlarını yerinə yetirdiyini bildirir. Həmçinin Rasulullah sallallahu aleyhi və səlləm ümmətinə ona olan münasibətdə ifrata varmağı, onu təriflədikdə həddi aşmağı qadağan etmişdir. Buxarinin səhih əsərində Ömər ibn Xəttabdan, Allah ondan razı olsun, Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyi rəvayət edilir. Mən Peyğəmbərin sallallahu aleyhi və səlləmin belə dediyini eşitmişəm. Xristiyanlar Məryəm oğlunu şişirtdikləri kimi, siz də məni şişirtməyin. Mən sadəcə Allahın quluyam. Elə isə mənə Allahın qulu və rəsulu deyin. Burada şişirtmək dedikdə həddən artıq tərif olunmaq nəzərdə tutulur. Bunu İbn Əsir belə izah etmişdir. İbn Abbas rəvayət etmişdir ki, bir dəfə bir nəfər Peyğəmbərin sallallahu aleyhi və səlləmin yanına gəlib onunla söhbət edərkən dedi, Allah və sən istədin. Peyğəmbər sallallahu aleyhi və səlləm bunu eşitdikdə ona dedi, məni Allaha tay tutursan? Xeyr, yalnız Allah istədi de. Beləliklə də Peyğəmbər sallallahu aleyhi və səlləm onu şişirtməyi, ha belə Rəbbinin onu layiq bildiyi məqamdan üstün tutmağı qadağan etmişdi. Bu dəlil Peyğəmbərə sallallahu aleyhi və səlləmə münasibətdə olan hər növ ifrata aiddir. Çünki Peyğəmbərə sallallahu aleyhi və səlləmə münasibətdə ifrata varmaq hər bir halda haram sayılır. Peyğəmbər xüsusunda ifrata varmanın biri də ona dua etməkdir ki, bu da şirk sayılır. Məsələn, bəziləri deyirlər, ya Rasulallah, mənə filan işdə kömək ol. Bu müraciət duadır, dua isə ibadətdir və onu Allahdan qeyrisinə yönəltmək qadağandır. Həddi aşmanın başqa növləri də Peyğəmbərə sallallahu aleyhi və səlləmə qurban kəsmək, ona nəzir demək, qəbrini təvaf etmək, namaz qıldıqda və ibadət etdikdə onun qəbrinə tərəf üz tutmaqdır ki, bütün bunlar ibadət növləri olduğundan, bunları Allahdan qeyrisinə yönəltmək haram hesab olunur. Uca Allah buyurur, de, şübhəsiz ki,
mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah üçündür. Onun heç bir şəriki yoxdur, mənə belə buyurulmuşdur və mən müsəlmanlardan birincisiyəm. Əl-Ənam surəsi 162-163-cü ayələr. 8. Peyğəmbərin sallallahu aleyhi və səlləmin hüquqlarından biri də onun səhabələrini, əhl-i beytini, zövcələrini sevmək və onları dost tutmaqdır. Müsəlman onların haqqını tapdalamamalı, onları söyməməli və onlara tənə vurmamalıdır. Uca Allah bu ümmətə səhabələri dost tutmağı, onlar üçün bağışlanma diləməyi və qəlblərində onlara qarşı kin-küdurətə yer verməməyi diləməyi əmr etmişdir. Uca Allah mühacir və ənsarları qeyd etdikdən sonra buyurur: Səhabələrdən sonra gələnlər deyirlər: Ey Rəbbimiz, bizi və bizdən əvvəl iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlbimizdə iman gətirənlərə qarşı nifrət və həsədə yer vermə, ey Rəbbimiz. Həqiqətən də sən şəfqətlisən, rəhimlisən. Əl-Həşr surəsi 10-cu ayə. Peyğəmbər sallallahu aleyhi və səlləmin qohumları və əhl-i beyti barədə Rəbbimiz buyurur: De, mən sizdən bunun əvəzində qohumluq sevgisindən başqa bir şey istəmirəm. Əş-Şura surəsi 10-cu ayə. Ayənin təfsirində deyilir: Sənə tabi olan möminlərə de ki, mən sizlərə çatdırdığım hidayətin müqabilində qohumluq sevgisindən savayı bir şey istəmirəm. Muslim səhih əsərində Zeyd ibn Ərqamdan, Allah ondan razı olsun, rəvayət etmişdir ki, bir dəfə Rasulullah sallallahu aleyhi və səlləm insanlara nəsihət edib demişdir: Sonrasına gəlincə, ey insanlar, bilin ki, mən də bir insanam. Tezliklə Allahın elçisi gələcək və mən onun çağırışını qəbul edəcəyəm. Mən sizə 2 dəyərli şey qoyub gedirəm. Onlardan birincisi, içərisində hidayət və nur olan kitabdır. Allahın kitabını tutub ondan möhkəm yapışın. Peyğəmbər sallallahu aleyhi və səlləm insanları Allahın kitabına sarılmağa çağırdıqdan sonra dedi: Və əhl-i beytim, odur ki, Allah xatirinə əhl-i beytimlə gözəl rəftar edin. Beləcə Peyğəmbər sallallahu aleyhi və səlləm əhl-i beytə qayğı göstərməyi, onlara ehtiram göstərməyi və onların haqlarını ödəməyi tövsiyə etmişdir. Çünki onlar Peyğəmbərin sallallahu aleyhi və səlləmin yaxınları, ha belə şərəfli və hörmətli insanlar hesab olunurlar. Peyğəmbər sallallahu aleyhi və səlləm həmçinin səhabələrinə də ehtiram göstərilməsini əmr etmiş, onları söyməyi və onlara tənə vurmağı qadağan etmişdir. Əbu Said el-Xudri, Allah ondan razı olsun, Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyini rəvayət etmişdir. Mənim səhabələrimi söyməyin. Əgər sizdən biriniz Uhud dağı boyda qızıl sədəqə versə, onlardan birinin verdiyi bir ovuc sədəqəyə hətta yarısına belə çata bilməz. Hədisi Buxari və Müslim rəvayət etmişlər. Əhl-i sünnənin yekdilliklə qəbul etdiyi əsaslardan biri Peyğəmbər sallallahu aleyhi və səlləmin səhabələrinə, əhl-i beytinə və zövcələrinə ehtiram göstərməkdir. Əhl-i sünnə alimləri onlara tənə vuranı azğınlıq əlaməti hesab etmişlər. Əbu Zur'a demişdir: Kiminsə səhabələrdən birini söydüyünü görsən, bil ki, o zındıqdır. İmam Əhməd demişdir: Əgər bir kimsənin səhabələrdən biri haqda pis fikir söylədiyini görsən, onu müsəlman olmamaqda ittiham et. Bu yığcan və müxtəsər şəkildə sadaladıqlarımız Peyğəmbər sallallahu aleyhi və səlləmin ümməti üzərində olan bəzi hüquqlarıdır. Uca Allah bizi və qardaşlarımızı bunlara riayət etməyə müvəffəq eləsin.